Üçüncü bölmədə birinci suala baxaq. Deyir, düzbucaqlı üçbucağın iti bucaqlarından biri pi bölü 5. Olarsa o bir iti bucağını tapın. Bir iki düzbucaqlı üçbucağın iti bucaqlarının cəmi 90 dərəcədir. Yəni biri pi bölü 5'dir. Digərinə də beta olsa alfa plus beta bərabərdir 90'a. Burada pi bölü 5, yəni bucaq radiandan verilib və digər iti bucağı da radiandan istəyir. Ona görə biz nə edirik? Birinci 90'ı radiana çevirək. 90 dərəcəli bucağı radiana çevirmək üçün biz bilirik ki, dərəcədən radiana keçəndə onu vururuq 180'də pi'yə. Bu deyilir pi bölü 2. Deməli 90 dərəcəli bucağın radian ölçüsü pi bölü 2'dir. Gətirib yerinə qoyuruq alfa yerinə pi bölü 5. Üstə gəlinsin beta bərabərdir pi bölü 2'yə. Buradan da betanı tapsaq olacaq pi bölü 2 çıxılsın pi bölü 5. Bu deyilir 10'da 3 pi. Yəni D bəndi. Baxıram 9-cu suala. Deyir, üçbucağın daxili bucaqlarından biri 45 dərəcə, xarici bucaqlarından biri 80 dərəcə olarsa, bizə deyir ki, qalan xarici bucaqlarını tapın. Onda 45'in qonşusu olacaq 135 dərəcə, 80'in qonşu bucağı 100 dərəcə. Daxili bucağın üçüncüsünü tapsaq, 100 üstə gəl 45, 145, 180'dən də 145'e çıxsaq, eləcə 35 dərəcə. 35'in də qonşusu olacaq 145. Deməli, biri oldu 135, digəri oldu 145 dərəcə. Y bəndi. 14-cü suala baxaq. 14-cü sualda da bizdə A, B, C, A, B, C. Bu da 60 dərəcə, 15 dərəcə, 10 dərəcə və burada x yazılır. Biz qaydadan bilirik ki, 60 dərəcəli bucaq bərabərdir 15 üstə gəl 10 plus x-a. Buradan x bərabərdir 60 çıx 25, x olacaq 35 dərəcə. B bəndə. 16-cı suala baxaq. 16-cı sualda da B, bura B xətti, bura A xətti, bu A və C. Bizə deyir ki, A, B-yə paraleldə alfa, beta, o da 120 dərəcədir. Bura 120 dərəcədirsə, yan tərəfi 60. Onda çarpazlığa görə burada 60 olur. Sonra bura 120, burada 60, 60, 60, təpə bucaqda 60'dır. Deməli, biz aldıq ki, bizim ABC üçbucağımız bərabər tərəfli üçbucaqdır. Bizə deyir ki, AB-nin B düz xətti üzərində proyeksiyası. AB-nin B düz xətti üzərində proyeksiyası deyəndə, baxın, AB özü maildir. Mailin proyeksiyası AB-nin B düz xətti üzərindəki proyeksiyasını tapmaq üçün A-dan B-yə bir dənə perpendikulyar çəkdik. Bura A olsun AK. AK perpendikulyarı 60, 90, onda burada olur 30 dərəcə. 30'un qarşısındakı KT tepetonuzun yarısıdır. Bunu bilirik. Bizə deyir ki, proyeksiya 9,5'dir. Burada 9,5 isə 30'un qarşısındakı tepetonuzun yarısı olduğundan burada olacaq 19. Biz də bilirik ki, ABC bərabər tərəfli üçbucaqdır. Hər tərəf olacaq 19. AC də olacaq 19. Burada bir dənə bunu silirəm. Baxın, bu B. Deməli, bu suala bir də baxaq. Bura A, B, burada E, B yox, C olsun. Deməli, A, B, C. Bura A düz xətti, bura B düz xətti. Məsəl üçün, mən C nöqtəsinin A düz xətti üzərindəki AC mailinin A düz xətti üzərindəki proyeksiyasını tapmaq istəyirəm. AC maildirsə, bunun A düz xətti üzərində proyeksiyasını tapmaq üçün bir dənə bura CK indirik. CK hündürlük. Deməli, hansı düz xətt üzərindəki proyeksiyanı istəyirsə, deməli, həmin düz xətt üzərində nə indirik? Perpendikulyar indirik. Onda bu hissə olur AC maili ilə CK hündürlüyü arasında qalan hissə olacaq proyeksiya. Və yaxud da belə deyək. Məsəl üçün, BC mailinin B düz xətti üzərində proyeksiyasını. Bu BC maildir. Onda B düz xəttinə bir dənə hündürlük endiririk. Bu hissə olacaq proyeksiya. Məsələn, bura CF yazaq. BF. CF olacaq bizdə proyeksiya. Deməli, nədir? Proyeksiyanı tapmaq üçün hansı düz xətt üzərində deyirsə, həmin düz xəttə perpendikulyar indirik və mail ilə hündürlük arasında qalan hissə də olacaq proyeksiya.
Baxıram 17-ci suala. Deyir ki, bərabər tərəfli üçbucağın A, B, C. Bərabər tərəfli üçbucağın iki tənbələnin arasında qalan iti bucaq. İki dənə tənbələ arasında qalan iti bucaq neçə dərəcədir? İki dənə tənbələni çəkək, olacaq 30 dərəcə, 30 dərəcə bərabər tərəfli olduğundan. Burada olacaq 30, 30. Baxın, indi 30, 30. Bura O yazıram. Üçbucaq A, O, C-nin bucaqlarına baxsaq, daxili bucaqlarına 30 dərəcə, 30 dərəcə. Burada olur 120 dərəcə. 120 dərəcə və bu tərəfdə olur 60 dərəcə. Deməli, bizdən tənbələlər arasındakı kör bucağı soruşsa 120 dərəcədir, iti bucağı soruşsa 60 dərəcədir. Bizdən iti bucağı soruşur deyə olacaq C bəndi. 18-ci sualda da deyir ki, bərabər tərəfli üçbucağın iki median arasında qalan iti bucaq neçə dərəcədir? Biz bilirik ki, bərabər tərəfli üçbucaqda tən bölən median və hündürlükdür və yaxud da median tən bölən hündürlükdür. Ona görə bu 17-ci sualın neyin olacaq? Yəni, iki median arasındakı bucaq olacaq 60 dərəcə B bəndi. Baxaq 20-ci suala. 20-ci sualda deməli, A bucağı qammadır. Beta, alfa qeyd eləyək. Alfa, beta. Bizə deyir ki, A, B, C və A, B, C və D, B, C üç bucaqlarında bucaq BDC 120 dərəcədir. Bura 120 dərəcədir. 120 dərəcədir. Onda 2 alfa plus 120 bərabərdir 180 dərəcə. Yəni üç bucaq BDC-yə baxırıq. Buradan 2 alfa bərabərdir 180-dən 120 çıxanda 60-a. Alfa da 30 dərəcə. Alfanın 30 dərəcə olduğunu aldıq. Bizə də deyir ki, beta bərabərdir alfa plus 20-yə. Yəni onda alfa yenə 30 qoysaq 30 plus 20 olacaq 50. Betamız oldu 50. Bizə deyir qammanı tapın. Biz də qaydadan bilirdik ki, baxın qırmızı ilə çəkirəm. Bu şəkildə olanda 120 bərabərdir beta üstəgəl qammaya. Buradan da 120 bərabərdir. Betamız 50-dir deyə 50 üstəgəl 50 plus qammaya. Qamma da bərabərdir 20 dərəcəyə. Olacaq D bəndi. 22-ci suala baxıram. 22-ci sualda deyir ki, deməli A, B, C. Üç bucağında A1 və C1 hündürlüklərdir. C1, A1, bu da C1 hündürlükləri K nöqtəsində kəsişir. Bucaq A 62 dərəcədir, bucaq C 82 dərəcədir. Buradan yazaq, bucaq A 62, bucaq C'miz də 82 dərəcə olduğunu bilərək bizdən deməli bucaq A, K, C-ni istəyir. Burada alfa yazaq, yəni bizdən alfa bucağını istəyir. Baxaq bura, bucaq C 82 dərəcədir. Onda biz üç bucaq A1 C-yə baxsaq, üç bucaq A1 C-yə. Bucaq A üstəgəl, bucaq A1 üstəgəl, bucaq C bərabər olmalıdır 180-ə. Buradan da bucaq A üstəgəl A1 90-dır, üstəgəl bucaq C-miz də 82-dir. Bərabərdir 180-ə. Buradan da bucaq A bərabər olur 180-dən sıxırıq. Deməli 172-ni, bu deyir 8 dərəcə. Deməli bizdə bu bucaq oldu 8 dərəcə. Biz də bilirdik ki, bucaq 62-dir. 62-dən 8 də çıxsaq bu hissədə olacaq. Deməli 62-dən 8 çıxanda 54 dərəcə. Bir də baxırıq digər tərəfdən. Üç bucaq, baxırıq üç bucaq. A1, C-yə. Burada da A bucağı 8, bura 90, C bucağında demişdik ki 82-dir. Deməli, biz indi bu tərəfi tapmaq üçün baxaq C1, baxaq A, C1, C3 bucağına. Bu üç bucaqda da bu bucaq 62 dərəcədir. Bura 90, onda bu tərəfdə olacaq 180 çıxılsın, 90 plus 62. Yəni 180-dən çıxırıq 152 dərəcə, bu dedik 28 dərəcə. Deməli, bu tərəfdə oldu 28 dərəcə. Buradan da biz bildik ki, üç bucaq A, K, C-dən bir bucaq 8, üstəgəl digər 28.
Deməli 180-dən çıxsaq 8 ilə 28-in cəmi bizə verəcək alfanı. Alfa da bərabərdir 180 çıxılsın. Deməli 36-ya o deyəcək 144 dərəcə. Yəni D bəndi. Bu şəkildə bunu digər tərəfdən bu qayda ilə də yaza bilərdik. Deməli 4 bucaqlıya əsaslanıb da yaza bilərdik. Dərsimiz 3 bucaqdır, 3 bucaqla yazdıq. Amma 4 bucaqlıya əsaslananda o daha rahat olur. A, B, C. Deməli, bu A, A1, bu da C, C1. Buradan baxsaq, A, A1 və C, C1 hündürlük K nöqtəsində kəsişir. Bucaq A 62, bucaq C 82. 82, 62 bizdə olacaq 144 dərəcə. Bu tərəfə də onda qalır 36 dərəcə. Təpə bucaq 36 qalır. ABC 3 bucağına baxsaq. Bura hündürlüklər olduğuna görə, onda bucaq B, üstəgəl bucaq C1, üstəgəl bucaq A1, üstəgəl bucaq K bərabər olmalıdır 360 dərəcəyə. Yəni buna bir 4 bucaqlı kimi baxsaq, buradan da bucaq K bərabər olacaq 360 çıxılsın. Deməli bu 90, 90, 180, 180 üstə də 36 gələndə 216. Buradan da bucaq K bərabərdir 4 olacaq 144 bu şəkildə. Yəni bucaq K 144 isə bunun qarşılıqlı bucağı da 144 dərəcə olur. 24-cü suala baxıram. Bu da 22-lə eynidir. MNK 3 bucağında, MNK 3 bucağında. Bucaq M59, bucaq K 36, bucaq M və K təpələrindən çəkilən hündürlüklər Y nöqtəsində kəsişir. Bura bir Y nöqtəsi deyirik. Bucaq M 59 dərəcədir. Kənardan yazaq. Bucaq K 36 dərəcədir. Onda bucaq M bərabərdir 180 çıxılsın. Bucaq M üstəgəl bucaq K-ya. Bu da bizə verir. 180 çıxılsın. 59 üstəgəl 36. Bu da eləyəcək 180 çıxılsın. 95. Yəni bu da eləyir 85 dərəcə. Biz aldıq ki, M bucağı 85 dərəcədir. Yenə 4 bucaqlıya tamamlayaq. 4 bucaqlıya tamamlasaq. Buradan 85 dərəcə, üstə gəlsin 90 dərəcə, üstə gəlsin digər tərəfdəki 90, üstə gəlsin bucaq E bərabər olmalıdır 360-a. Buradan da bucaq E bərabərdir 360 çıxılsın. 180 üstə 85 gələndə olur 265 dərəcə. Bu da 5, 9 eləyəcək 95 dərəcə. Yəni Y bəndi.